Aha. Deməli, dil və yazı bölməsində dillə nitq haqqında yazılanlara baxaq. Bizə hər iki variantda da düz olanlar lazımdır. Dilin altındakı verilən cümlələr dil üçün düz olmalıdır. Nitqin altında verilən cümlələr də nitq üçün düzgün olmalıdır. Çünki bizdən doğru fikir istəyir. Məsələn, dildə düz olub, nitqdə səhv olsa biz o variantı seçə bilmərik də. Hər ikisində də düz olmalıdır. Dil, yəni aparıcıdır, dil əsasdır, nitq isə ondan törəmədir. Dil Azərbaycan dilidir, tərkibində olan sözlərdir. Amma nitq həmin o sözlərdən cümləmizdə nə dərəcədə yerində işlətməyimiz nitq prosesidir, dialekt sözlərdən istifadə və ya ləhcə ilə danışmaq filan. Bunlar nitqdir ki, o prosesdir. Amma dil var olan sözlərimizdir ki, bu dəyişməzdir. Məsələn, deyilir ki, dil demək olar dəyişmir. Gec-gec və ya dəyişikliyə məruz qalır. Alma sözü Azərbaycan dilində elə almadır. Nə bilim, kitab sözü elə kitabdır. Amma nitqimiz isə daim dəyişir. Nitqimizdə istifadə etdiyimiz sözlər, ləhcəmiz, dialektlər, bunlardan bizim nə zaman, necə istifadə etməyimiz, bunlar bizim öz seçim imkanlarımızla bağlıdır. Ona görə də nitq tez-tez dəyişir, dəyişkəndir, amma dil dəyişmir. Dəyişsə də çox nadir hallarda gec-gec dəyişikliyə məruz qalır cümləsi. Dilə aiddir. Tez-tez dəyişirsə nitq üçün keçərli cümlələrdir. Daha sonra dil əsasdır. Dil ünsiyyət vasitəsidir. Dil ictimai hadisədir. İctimai hadisədir, yəni cəmiyyətdə formalaşır. O deməkdir. Cəmiyyət yoxdursa, deməli dil də yoxdur. Daha sonra dil insanların əmək fəaliyyəti ilə məşğul olması nəticəsində meydana çıxıb. Yəni meydana çıxıb deyəndə əlaqəlidir. Dil fizioloji hadisədir. Bu nə deməkdir? İnsanın bədən quruluşu ilə birbaşa bağlıdır. Məsələn, tarix təkamül prosesində əvvəlki insanlar onurğaları üfüqi vəziyyətdə idi, yəni əyri idi. Tarix təkamül etdikcə insan da bununla yanaşı təkamül edir və yavaş-yavaş iş prosesi, əmək prosesi də əlbəttə burada böyük rol oynayır və insanın onurğa sütunu düzləşir, şaquli vəziyyətə gəlir. Onurğa sütunu şaquli vəziyyətə gələnə qədər onlar qırıq-qırıq səslərlə bir-birinə əlaqə saxlayırdılar. Onurğa sütunu düzləşəndən sonra, tam şəkildə şaquli vəziyyətə gəldikdən sonra şuur inkişaf etdi. Şuur inkişaf etdikdən sonra dil yarandı. Deməli, dil necə hadisədir? Fizioloji hadisədir. Yəni, bioloji hadisə deyil. Bioloji hadisə nə deməkdir? Ana rusdur, ata rusdur. Bunu uşaqda mütləq rus dilində danışmalıdır. Elə bir şey yoxdur. Əgər uşaq Azərbaycanda yaşayıbsa, Azərbaycan dilində eşidibsə, ətraf aləm Azərbaycan dilində danışırsa, o uşaq da dil açanda Azərbaycan dilində danışacaq. Bioloji hadisə olsaydı, bunun anası atası rusdursa, bu uşaq da rus dilində danışmalıydı. Deməli, bioloji hadisə deyil. Hansı dildə eşidirsə, ətrafındakılar əsasən çoxluq hansı dildə danışırsa, uşaq da dil açanda o dildə əlbəttə danışacaq. Ona görə bioloji hadisə deyil. Daha sonra irslə, irqiyyətlə əlaqəsi yoxdur. İrs məsələn zəncidir. Zənci irqinə aiddir. Bu uşaq yenə də Azərbaycanda doğulubsa, Azərbaycanda dil açmamışdan öncə Azərbaycan dilində danışan insanların əhatəsindədirsə, bu uşaq dil açanda da Azərbaycan dilində danışacaq. Ona görə də irslə, irqlə bağlı deyil, bioloji hadisə deyil, ictimai hadisədir, cəmiyyətdə formalaşır. Daha sonra bir də mücərrəd işarələr sistemi olan dildir. Nitqə aid deyil. Daha sonra indi gəlin baxaq görək hansı düzdür, hansı səhvdir variantımızı tapaq. Dil ünsiyyət vasitəsi kimi ancaq müəyyən şəraitdə yarana bilər. Bu cümlə düz cümlədir. Yəni müəyyən şərait nə deməkdir? Cəmiyyətdə formalaşır da deyir dil. Düz deyir. Nitq bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır. Düz cümlədir. Nitqin yəni tərifidir. Dil əsasdır. Bayaq dedim ki, dil əsasdır. Dil önəmlidir. Azərbaycan dili məsələn. Nitq ondan törəmədir. Yəni dildəki sözlərdən hansı sözü seçib cümləmdə istifadə edəcəm, hansı ləhcə ilə danışacağam, nədən istifadə edəcəm artıq qurduğum cümlələrdə, o da nitq adlanır ki, əlbəttə nitq də ondan törəmədir. Dil tarixən daha çox dəyişikliyə uğrayır. Bu səhvdir, yəqin ki, başa düşdünüz. Daha çox dəyişikliyə uğrayan nə idi? Nitq idi. Demək olar dəyişmir, dəyişikliyə məruz qalmır və ya gec-gec dəyişir dil. Deməli, 3 oldu səhv. 3-də dil haqqında yazılan da səhvdir, nitq haqqında yazılan da səhvdir. Elə bil bunların yeri dəyişməli idi. Amma 1 ilə 2-ci cümləmiz düz oldu.
Dil insan cəmiyyətində yarandığı üçün ictimai hadisə sayılır. Bəli, bu cümlə düzdür. Bayaqdan 100 dəfə dedim bu cümləni. Nitq ünsiyyət prosesidir, bu da düzdür. Deməli 4 də düz oldu. 5-ə baxırıq. Dilin yaranmasında insanın əmək fəaliyyəti ilə əlaqəsi yoxdur. Bu səhv cümlədir. Birbaşa əmək fəaliyyətinə əlaqəsi var ki, fizioloji, onun bədən quruluşu filan da bu əmək fəaliyyəti nəticəsindədir. Tamamilə təkmilləşir, düzəlir. Nitq mücərrəd işarələr sistemidir. Bu dilə aid cümlədir. Dil mücərrəd işarələr sistemidir. Deməli 5 də oldu səhv. Bizim cavabımız oldu D variantı. 1, 2, 4.